Salam xanımlar, xoş gördük sizləri. Bugün mən sizə pufi ipdən belə çox gözəl bir istər pakırbal kimi istifadə olunsun, istər uşaqlarınız üçün, istər böyüklər üçün hər cür istifadə edə bilərsiniz. Bu naxşı, bu toxunuşu çox gözəldir. Pakırbal kimi də çox gözəl qalır. İstər uşaqlarınızın kravatına sərin, üstünə örtün, böyüklər üçün toxuyun. İlmələrinin sayından, ölçüsündən asılı olaraq bunu böyüdüb kiçiltmək olur. Mən indi mənim bu toxuduğum deməli 46 ilmədən toxumuşam. 7 ədəd bu naxışdan ibarətdir. Deməli 7 ədəd üçün 46 ilmə istifadə etmişəm. Bunu 80-in deməli 1.20-1.40 arasıdır. Mən sonda tam ölçüsünü sizə deyəcəm. 80 deyil, daha doğrusu 90-ın 1.20, 1.40 arası toxuyuram. 8 ədəd ipdən istifadə edirəm. Deməli mən bunu sizə daha az 4 ədəd belə üstündə naxışın üstündə edəcəm. Deməli bunun hər biri 6 ədəd götürülür. 6 6 6 6. Deməli hər tərəfdən də, hər iki kənardan da bir ədəd bu formada düz toxunur. 2 ədəd bunu götürürük. Hər iki tərəfdən də 2 ədəd belə 2 tərs toxunur, onları götürürük. Deməli, məsələn, mən 46 ədədə 7 ədəd bu naxışdan götürmüşəm. Siz bunu, məsələn, mənim toxuduğumdan daha kiçik eləmək, ensiz eləmək istəsəniz, enini kiçiltmək istəsəniz, deməli 6-6 azaldırsınız. Əgər mənim toxuduğum məsələn saydan artıq eləmək istəsəniz 6-6 artırırsınız. Deməli mənim toxuduğum ölçüdən kiçiltmək, böyütmək üçün 6-6 azaldıb kiçiltmək edirsiniz. Deməli mən bunu 28 ipin ilmənin belə 28 ilmənin üstündə toxuyacağam sizə. Deməli 46 ilmənin üstündə toxumaq daha böyük olduğu üçün rahat görünmür. Ona görə də 28 ilmənin üstündə toxuyacağım. Deməli bu formada götürürük ilməni. Əgər burada ip uzun yoxdursa, bunun arasını belə açırıq, kəsirik. Bax gördüyünüz kimi ip görünür. Bunu qayçı ilə kəsirsən, heç bir sökülmə olmur, arasını açırsan. Əgər belə uzunluqda varsa, yetərlidir. Deməli, bu formada öncəkini sonuncunun içindən keçirdirik bu formada. Belə bu formada 28 ədəd və gördüyünüz kimi asla toxuyuram ki, sizin üçün də çətin olmasın. Bu formada 28 ədəd bir-birinin içindən keçirdərək bu formada toxuyursunuz. Belə. Öncəkini bunun içindən çıxardırıq. Öncəkini parmaq vasitəsilə toxunur. Çox rahatdır. Çalışın. Toxuyan vaxtı arada ilmələr qalmasın. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25,
25, 26, 27 ve 28. Bu formada 28 adet çıkarttık. İlmeleri içinden çıkarttık. Daha sonra keçirdirik bu tərəfə. 28-ci ilməmiz budur. Deməli bu sonuncunun içindən çıxıbdı. Artıq indi sırayla hər bir ilməni, sırada gələn ilmələri hər birinin içindən, bu kənar hissəsindən çıxardırıq. Bu formada. Hər bir ilmənin içindən bu formada çıxardırıq. Bu formada. Çıxartdıqdan sonra deməli hər sıranın sonunda ilmələrin sayını sayın. İlmələr artıq əski olmamalıdır. Say nə qədər deyilibsə o qədər də olmalıdır. Çalışın hər sıranın sonunda ilmələri sayın ki sizin üçün daha sonra problem yaranmasın. Formada dayandırmadan toxuyuram ki sizin üçün heç bir qaranlıq nöqtəsi qalmasın. Hər birinin içindən bir ədəd çıxardırıq. 2 ədəd çıxartmaq və yaxud da arada boşluq qoymaq olmaz. Hər birinin içindən bir ədəd. Dəfələrlə məndə olub ki, arada ilmə qalır, artıq olur, yenidən sökməli oluram. Ona görə də sizlərə tövsiyəm, çalışın ki, ilmələri sayın. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 24, 26 və 28. 28 ədəd oldu. Bu formada ilmələri düzəldirik. Belə düzəltdik. Daha sonra deməli bu başdakının içindən birincini dediyim kimi kənarları düz toxuyuruq. Kənarda arxadan önə doğru birini çıxartdıq. Bu birinci. Daha sonra ipi keçirdirik qabaq tərəfə. İpi keçirdik. 2 ilməni götürürük. 2 ilməni. Birincinin içindən, bir də ikincinin içindən öndən arxaya doğru toxuyuruq. İkisini belə toxuduq. Bu formada. Birincini arxadan qabağa, ikisini qabaqdan arxaya toxuduq. Deməli, daha sonra indi naxışımızı qururuq. Üstdəkini bu formada. Bunu növbəti 2 dənə ilməmizi götürürük. Belə qoyuruq üst-üstə. Üstdəkini qoyuruq sağa tərəf, altdakını sola tərəf. Deməli, sırada gələn ilməmizi götürürük bu formada. Öncə üstdəkinin içindən birini çıxardırıq. Sırada gələn ilməni altdakının içindən çıxardırıq. Bu formada. Bu formada bu tərəfə. İndi bunu növbəti 2 dənəni formada tam əksinə eləyirik. Üstdəkini sola doğru, altdakını sağa doğru. İndi öncə altdakının sırada gələn ilməni altdakının içindən çıxardırıq. Daha sonraki ilməni üstdəkinin içindən çıxardırıq. Bu formada
ilk naxışımız alındı. Daha sonra bir də qabağa keçirdik. Deməli, burada birinci 2 ilməni bir daha təkrarlayırıq. 1 2 ilməni öndən arxaya doğru keçirdik. Bir daha ilməyi keçirdik. İpi keçiririk arxaya. Bir daha eyni şeyin təkrarını toxuyuruq. Deməli, üstdəkini sağa doğru, altdakını sola doğru. Öncə üstdəkinin içindən bir ilmə çıxardırıq. Daha sonra altdakının içindən bir ilmə çıxardırıq. İndi növbəti istiqaməti dəyişirik. Üstdəki sola doğru, altdaki sağa doğru. Öncə altdakinin altından bir ilmə çıxardırıq. Daha sonra üstdəkinin içindən bir ilmə çıxardırıq. Bu formada. Növbəti naxışımız hazırdır. İndi bir daha keçirdik qabağa. Birinin içindən ilmə keçirdirik. İkisinin içindən deməli öndən arxaya doğru keçirdik. Bir daha eyni şeyi təkrarlayırıq. Üstdəki sağa, altdaki sola. Öncə üstdəkinin içindən çıxardırıq. Daha sonra altdakının içindən çıxardırıq. İndi naxışımızın əksini eləyirik. Üstdəki sola, altdaki sağa. Öncə altdakının içindən çıxardırıq. Daha sonra növbəti ilməni üstdəkinin içindən çıxardırıq. Bu formada naxışımız bu formada olur. Deməli, öncəki üzü bu tərəfə baxmalıdır, sonrakinin üzü bu tərəfə baxmalıdır. Bir daha 1 2 İkisini öndən arxaya doğru bir daha keçirdik. İndi növbəti naxışımızı toxuyuruq. Deməli, üstdəki sağa, altdaki sola. Öncə üstdəkinin içindən çıxardırıq. Daha sonra altdakinin içindən çıxardırıq. Daha sonra deməli tam əksini eləyirik. İndi də nə edirik? Öncə altdakının içindən çıxardırıq. Altdakindən çıxartdıq. İndi üstdəkindən çıxardırıq. Naxışımız bu formada. İndi deməli yenilik ilmələrin içindən çıxdı. Var düzəldim. Deməli indi nə edirik? Deməli naxışları qoyduq. Deməli bu dörtlünü də elədik. Gəldik 3 ədəd qaldı. Həmişə belə olmalıdır. 3'ü qalmalıdır. Bu başda da, o başda da 3'ü qalmalıdır. Bu üçünün deməli ikisini öndən arxaya toxuyuram. Sonuncunu arxadan önə toxuyuram. Bu formada. Belə. İndi bir daha. İndi ikinci sıranı eləyirik. İkinci sıranı toxuyuruq. Deməli, ikinci sıranı bu formada çıxartdım. Bir daha yenə də nə edirik? Öndən arxaya çıxardırıq. 1, 2. Bu öndən arxaya çıxarılanlar dəyişmir.
həmişə eyni qalır. Bunu keçirdirik arxaya. Bu 4 dənənin içindən arxadan önə doğru çıxardırıq. 1 2 3 və 4. Bu formada. Öndən arxaya. İndi bir daha. O öndən arxaya, arxadan önə çıxartdıq. İndi bu 2 dənəni bir daha ipi keçirdirik. Öndən arxaya doğru 2 ədəd bir daha çıxardırıq. Bu 2 ədədlər öndən arxaya çıxanlar bütün sıralarda eyni ilə gedir. İndi bu naxış qoyduğumuz bu dörtlünü nə edirik? İndi bir daha arxadan önə doğru 1 2 3 və 4. İçindən çıxartdıq. Bir daha keçirdirik. Bu 2 ədədi bir daha öndən arxaya doğru. 2 sıranın ikisində də sağdan sola gedəndə də, soldan sağa gedəndə də bu 2 dənələr öndən arxaya olanlar eyni ilə öndən arxaya toxunur. Heç bir dəyişiklik olmur. Amma bu birisi, bu naxış qoyulan bir arxadan önə bu formada 1 2 eləyin ki, ilmə qalmasın arada. 3 və 4. 4 ədəd arxadan önə doğru çıxartdım ipləri. İndi bir daha bu 2 ipi, 2 ilməni bir daha eləyirik. 1 və 2. Öndən arxaya doğru. Dəyişilməzlik eyni ilə eyni qaydada. Deməli, öndən arxaya elədik. İndi sırada bunlarda arxadan önə doğru bu sırada gedəndə bu belə gedirik. Naxış qoymadan arxadan önə doğru belə çıxardırıq. 4 dənə çıxartdıq. İndi bu 2 dənəni bir daha. 1 Gördüyünüz kimi burada 3 dənə qaldı. Həmişə toxuyandan sonra bu başda da 3 dənə qalır. Demək bu 3 dənənin də ikisini eləyirik öndən arxaya doğru. Və sonuncunu toxuyuruq arxadan önə doğru. Deməli, toxuduğumuz ölçü nə olur olsun, bu başda da 3 dənə qalmalıdır. Deməli, tərs toxunmalıdır. Bu ikisi tərs toxunmalıdır, biri düz toxunmalıdır. Bu başda da ikisi tərs toxunmalıdır, biri düz toxunmalıdır. Arada sayımız neçə, naxışımız neçə olur olsun, heç bir fərqi yoxdur. Bu iki kənarların toxunuşunda heç bir fərq olmamalıdır. Həmişə sonda 3 dənə qalmalıdır. Deməli, sonda bir daha sondakının içindən arxadan toxuyuruq. Bir daha bu 2 dənəni yenirik, öndən arxaya toxuyuruq. Deməli, bu formada tərs toxuyuruq. Bu ikisini tərs toxuyuruq. Keçirik düz toxunuşa. Deməli, ümumi bu toxuduğumuz 2 sıranın təkrarından ibarətdir. Deməli, bir toxunuş toxuduq, forma verdik, getdik, belə üst-üstə qoyduq, tərs düz, sağa sola qoyduq, toxuduq. Sonra arxadan keçirdə gəldik. Düz tərs. Keçirdə gəldik. İndi bu 2 sıranın təkrarını toxuyuruq. Sona qədər bu 2 sıranın təkrarını. Deməli,
nəyisə başa düşməyəndə başdan qoyun. Bu iki sıranın təkrarından ibarətdir. Başqa heç bir şey yoxdur. İndi bir daha göstərirəm sizə. Deməli, düz toxudum, ikisini tərs toxudum. İndi bir daha naxış qoyuruq. Deməli, birinci sırada qoyduğumuz kimi, deməli, indi üçüncü sırada da belə qoyuruq. Birinci üstdəkinin içindən çıxardırıq. Daha sonra alttakinin içindən növbəti ilməni alttakinin içindən çıxardırıq. İndi isə bunu tam əksini eləyirik. Sola doğru eləyirik. Üstdəkini sola doğru eləyirik. Amma indi birinci, deməli, birinci alttakinin içindən çıxardırıq. Birinci üst-üstə qoyduq. Birinci alttakinin içindən çıxardırıq. Daha sonra üstdəkinin içindən çıxardırıq. Bu formada naxışımız. İndi nə edirik? Dördünü toxuyandan sonra ikilini toxumalıyıq. İkilidə nə edirdik? Tərs toxuyurduq. Öndən toxuyurduq. Salırdıq, öndən salırdıq, arxadan çıxardırdıq. Bu formada iki ədədini bu formada toxuyuruq. Öndən arxaya tərs toxuyuruq. Buna tərs toxunuş deyilir. Daha sonra bir də keçirdirik. Sizə təkrar toxuyuram ki, heç bir çətinlik olmasın. Bir daha qoyuruq üst-üstə, üstdəki sağa, altdaki sola. Sıradakı birinci üstdəkindən çıxardırıq. Növbəti ilməmizi altdakindən çıxardırıq. Bu formada toxuduq. İndi tam əksini eləyirik. Sola doğru, alttakini sağa doğru. Birinci alttakindən çıxardırıq. Daha sonra üstdəkindən çıxardırıq. Bu formada. İndi gəldik iki tərs toxunuşa. Keçirdirik bu tərəfə ipimizi. Tərs toxunuş eləyirik. Bir, iki ilməmizi tərs keçirdirik. Öndən arxaya. Tərs toxunuşumuzu da toxuduq. Daha sonra naxışımızı qoyuruq. Bu formada. Deməli, öncə üstdəkindən, daha sonra altdakindən çıxardırıq. İndi tam əksini eləyirik. Öncə altdakindən, daha sonra üstdəkindən çıxardırıq. İndi tərs toxunuşu toxuyuruq. 2 ədəd 2 ilməmizi öndən arxaya doğru keçirdik. Daha sonra eniyirik. Öncəkini, üstdəkini qoyuruq. Sağa doğru, alttakini sola doğru çıxartdıq. İndi tam əksinə eləyirik. Üstdəkini sola, alttakini sağa. Öncə alttakindən çıxardırıq. Daha sonra növbəti ilməni üstdəkindən çıxardırıq. İndi yenə də bax, sonda 3 ilməmiz qaldı. 3 ilmənin ikisini öndən arxaya doğru eləyirik. Öndən arxaya doğru. Sonuncunu arxadan önə doğru. Bu sonuncu kənar ilmələrdir. Bu formada deməli sizə mən təkrar göstərdim. İndi sonuncunu, bir də dördüncünü göstərirəm. Bir daha çıxardırıq. Bu sonuncu göstərirəm. Daha sonra siz davam eləyirik. Bir yerdə yenə keçirdim. Öndən arxaya keçirdirik. Keçirdik. Keçirdirik arxaya.
Deməli, indi bu sırada nə edirik? 4 dənəni ilməni arxadan qabağa doğru çıxardırıq. Çalışın ki, arada ilmələr qalmasın. Diqqət yetirin. Hər sıranı toxuyandan sonra çevirin, arxada baxın ki, ilmələr qalmasın. Arada ilmələri ötürməyin. Deməli, bu 4 ilmənin içindən arxadan qabağa bu formada ilmələr çıxardırıq. Birin arxadan qabağa keçirdik. İkisini öndən arxaya keçirdik. 4 dənəni yenə də arxadan önə. İndi ikisini yenə də. Bu ikilər dəyişilməzdir. Sıranı sağdan sola da toxuyanda, soldan sağa da toxuyanda bu ikili toxunuşlar dəyişmir. Bu aradakı bu naxışlar dəyişmir. Aradakılar eyni ilə deməli öndən arxaya doğru keçirilir. Bir daha bu dörtlünün içindən 4 ədəd keçirdirik. 1 2 3 və 4. 4 ədəd deməli keçirdik. İndi keçirik bura. Öndən arxaya. 1 2. Öndən arxaya keçirdik. Bir daha sırada nədir? Dörtlü. 1 2 3 və 4. 4 ədəd toxuduq. İndi keçirik ikiliyə. İkilini neyləyirik? Öndən arxaya keçirdirik. 1 və 2 keçirdik. Bir daha dörtlü toxuyuruq. 1 2 3 4 toxuduq və gördüyünüz kimi 3 ilməmiz qaldı yenə də. İkisinin içindən 1 2 keçirdik və sonuncunu arxadan qabağa doğru keçirdirik bu formada. Deməli, xanımlar, bu formada tam göstərdim, 4 sırada göstərdim sizə. Bu 2 sıradan ibarətdir. Deməli, birinci sırada toxunuş forma veririk. İkinci sırada gələndə, məsələn, bu ikililər dəyişilməzdir. Hər dəfə öndən arxaya toxunur. Bu tərəfdən də toxuyub gedəndə öndən arxaya toxunur. Bu tərəfdən toxunanda da, sağdan sola toxunanda da 2 dənəli öndən arxaya toxunur. Sağdan sola da gələndə fərqi yoxdur. Eyni ilə arxadan öndən arxaya toxunur. Amma bu 4 dənəli deməli sağdan sola gedəndə naxış qoyuruq. Bu formada naxışı qoyuruq. Qaydanda isə arxadan önə doğru 4 dənə ilməni adi qaydada, sadə bu formada keçirdirik. Deməli, mənim toxuduğum kimi toxuyursunuz. Dediyim kimi artıranda da, məsələn, mən verdiyim bu sayın üzərinə 6, 6, 6, 6 gələrək artırırsınız. Çünki bu naxış 6 ilmədən ibarətdir. İstədiyiniz endə toxuya bilərsiniz. Yenə də əgər neysə bir problem yaranarsa yazsanız, mən sizə cavablandıraram. Çalışaram ki, sizə izah edeyim. İndi bunu yetəri qədər toxuyuruq. Tam sonda bunu necə bağlamaq lazımdır, sona çatdırmaq lazımdır və bir də ki, məsələn, 2 ipi ip bitəndə necə bağlayıb bitişdirmək lazımdır, onu mən sizə göstərəcəm. Deməli, xanımlar,
Ola bilər ki, siz ipi necə bitişdirmək, bir-birinə birləşdirmək lazım olduğunu bilmirsiniz. Ona görə də mən çalışacağım ki, sizə göstərim, izah eləyim. Deməli, biz burada istənilən yerdə bitə bilər. Deməli, bizim ipimiz bitəndən sonra nə edirik? Bir-birinə necə bağlamalıyıq? Onu mən sizə göstərəcəm. Deməli, dəqiqə ipin ucunu tapım. Deməli, bizdə burada bitibdir. Mən burada yetəri qədər var. Ona görə də bunun arasını açmayacağım. Əgər sizdə balacadırsa, onu açmağınız məsləhətdir. Bu hissəndə birinin arasını sizə necə açmaq lazım olduğunu göstərim. Və bu formada eləyirik. Arada ipi var. Bunu belə kəsirik. Kəsdik. Məndə yetəri qədər var idi. Sizə göstərmək üçün bunu elədim. Deməli, bu iki ipi, bunların arası olmadığına görə aralıqları, bu biri iplərin arası necədirsə, onlar kimi belə, deməli, belə. İkisini bir-birinə tam yaxınlaşdırırıq bu formada. Ara olmasın. Çünkü bu iplərin arasında ara çox cüzidir. Bunların arası necədirsə, bu birdə. Bax, gördüyünüz kimi bir daha göstərirəm. Bu iplə bu ipi götürürük bu formada. Bir-birinin içindən keçirdirik. Bu formada bir-birinə yaxınlaşdırırıq. Tam şəkildə belə yaxınlaşdırdıq. Daha sonra bunu ikinci dəfə belə eləyirik. Düyün vururuq. Tam sıxırıq. Tam sıxdıq. Belə gördüyünüz kimi bir-birinə ikinci dəfə də bağlayıram. Tam əmin olmaq üçün bu formada bağladım. Gördüyünüz kimi indi daha sonra tam toxuyub bitirəndən sonra mən sizə onu necə eləmək lazımdır, necə itirirəm, arada necə itirirəm, neynirəm, onu da göstərəcəm. Deməli, bu burada göstərim sizə. Deməli, hər iplər bitdikcə bu formada burada da var. Daha sonra burada da var. Daha sonra burada da var. Yəni ki, müxtəlif yerlərdə iplər bitdikcə mən onları bağlamışam. Bunları ən sonda necə bunları itirirəm, onları da sizə göstərəcəm. Deməli, burada bağladım. Bu ipə, deməli, bağladığım ipə çox da mən məhəl qoymuram. Çünki deməli, ən sonda onların hamısını edəcəyimə görə bu formada siz də toxuyursunuz. Bu qalır. Bunlar arxada qalır. Çalışın ki, bunları arxada qoyun. Arxada qalsın. Bu formada toxunuşunuzu davam elətdirin. Belə bağladım. Bu da arxada qaldı. Belə. İndi ən sonda o baş hissəsini, bu sonuncu ipimi də toxuyum. Sonuncu ipimi toxuyub bitirəndən sonra bunları necə arxada gizləmək lazımdır, bunun başlığını necə bağlamaq lazımdır, onları birlikdə sizə göstərəcəm. Deməli, xanımlar, biz burada bitirdik, ipim bitdi, sona çatdı. Deməli, bitən tərəfdən yox, bu hissədən yox, gəlirik bu biri tərəfə, buradan. Bu hissədən başladı, bitdi buradan. Göründüyü kimi bura bitdi. Buradan yox, bu biri tərəfindən deməli bağlayırıq. Keçirik bağlamağa. Bunu necə eləmək lazımdır? Deməli, bu sonuncu ilməni saxlayırıq. Ondan əvvəlki ilməni
sonuncu ilməni saxlayırıq. Ondan əvvəlki ilməni onun içindən keçirdirik bu formada. Daha sonra ondan əvvəlki ilməni onun içindən keçirdirik. Ondan əvvəlki ilməni onun içindən keçirdirik. Bu formada belə demək sona qədər ta bu formada. Deməli tam sona qədər bu formada bütün ilmələri bir-birinin içindən bu şəkildə keçirdirik. Və gördüyünüz kimi belə keçirdirik sona qədər. Sona qədər keçirdik. Gəldik, sona çatdıq. Bu şəkildə bu şəkildə bitdi. Deməli, burada artıq ilmələr qalıb. Bu artıq ilmələri də yenimək lazımdır. Bitirdim. Deməli, burada axırıncı ilmə bitdi. Nə edirəm? Deməli, bu ilməni ya kəsirik, ya da arasını belə açırıq. Deməli, bunu açandan sonra deməli, kəsib çıxardırıq. Bir dəqiqə mən qayçı gətirim. Deməli, xanımlar, bunu buradan kəsirəm. Deməli, bu ilmə sonuncunun içindən də və sonuncu çıxartdım hamısını bir-birinin içindən. Deməli, bunun artıq hissəsini kəsdim. Bunu bunun içindən çıxartdım və gördüyünüz kimi bunu belə elədim. Daha sonra bunu arxada demək milçəklə və yaxud da əlimizlə heç milçə istifadə etmədən də deməli bunu bunun içindən çıxartdıq. Belə eləyirik. Bu formada elədik. Daha sonra bunu bu arxadan da çıxardıram, keçirdirəm. Deməli, bir neçə dənə keçirdikdən sonra deməli mən bunu iğne sapla
bu renkdə olan iynə sapla, deməli belə eyni renkdə. Bunun bu hissəsini, deməli bu hissəsini tikirəm. Görünməyəcək şəkildə. Bu şəkildə tikirəm. Deməli elə tikin ki, həm görünməsin, həm də səliqəli görünsün. Deməli, bir neçə dəfə tikin. Bu şəkildə. Deməli, həm ip görünməyəcək, həm də ki, etibarlı olur. Nə qədər dolasaq da, o gələcəkdə yuyulan zaman, bəzən istifadə olunduqca çıxa bilər, iplər çıxa bilər. Amma bunu tikəndə tam əmin olursan ki, bunun heç bir qorxusu yoxdur. Deməli, bir neçə dəfə belə tikəndən sonra kəsirik. Mən bu ipi də daha sonra yenə də bu aralardan deməli yenə də buralardan gətirirəm və artığını kəsirsən, kəsib atırsan. Deməli bütün aralarda olan deməli bir-birinə birləşdirilmiş 8 dənə ipin hamısını mən eyni qayda ilə elədim. Deməli eyni qayda ilə elədim. Sonda da bu formada hər birini deməli arxa tərəfində, arxa hissəsində bitişdirib bunun kimi tikdim. Deməli bu artıq qalan ipi də buradan kəsirəm. Artıq heç bir görsün. Və istəsəniz deməli bunu istəsəniz hər iki üzünü istifadə edə bilərsiniz. Gördüyünüz kimi bu hissəsində istifadə etmək olar. Bu üzünü də istəsəniz bu üzünü də istifadə edə bilərsiniz. Belə naxışını istəsəniz də bu formada. Və sonda istəyirəm enini, uzunluğunu mən sizin üçün deyim. Deməli 8 ipdən istifadə edərək deməli sizin üçün göstərim mən. Eyni deməli 88-90 eyni 46 ilməklə uzunluğunu da deyim sizə. Uzunluğu isə deməli
sayarım. Deməli 1.80. 1.80'in 90'a. Əgər siz istəsəniz bunu 100'ün deməli 100'ün 1.60'a 1.40'a da eləyə bilərsiniz. Bu mənə lazım olan uzunluğu eni çıxartmaq üçün belə elədim. Əgər siz 100 enini 100 eləmək istəyirsinizsə, bu naxışı dediyim kimi deməli 7 yox 8 qoyursunuz. Deməli mən 46 eləmişdim. Siz də üstünə deməli 6 gəlirsiniz. 52 ilməklə siz başlasanız bunu 100 enini 100 eləyə bilərsiniz. Deməli əminəm ki mənim bu əl işimi bəyəndiniz. Əgər bəyəndinizsə abunə olmağı, like etməyi, bəyənməyi unutmayın. Bildirim zilini açıq etsəniz əl işimdən ilk siz xəbərdar olarsınız. Beləliklə yeni işlərdə görüşmək ümidi ilə hələlik.